Salam, hər vaxtınız xeyir olsun. İnşallah ki, hər biriniz yaxşı olarsınız. Bu günlər biz fizika 7-ci sinif yeni dərsliyindən skalar və vektorial cəmiyyətlər mövzusunda öyrəndiklərinizi tətbiq edin, öyrəndiklərinizi yoxlayın, tapşırıqların izahına baxacağıq. Gəlin başlayaq öyrəndiklərinizi tətbiq edin də birinci sualda deyir ki, aşağıdakı hallarda əvəzedici qüvvənin ədədi qiymətini və istiqamətini necə tapmaq olar? Cavabınızı əsaslandırın. Gəlin biz yadımıza salaq ki, əvəzedici qüvvəni necə tapırdıq? Deyir ki, bir dənə cisimə 2 dənə eyni istiqamətdə qüvvə təsir edirsə, məsələn, biri 10 Newton, F2'miz də olsa tutaq ki, 20 Newton. Deyir ki, bunlar eyni istiqamətdə təsir edəndə əvəzedici qüvvəni tapmaq üçün bunları toplayırıq. Yox, bir dənə bunun əksinə bir dənə qüvvə təsir etsə, məsələn, F3 bərabərdir 5 Newton təsir etsə, bu 10 ilə 20-ni toplayaram, ümumisi 30 Newton eləyər. 30 Newton bu tərəfə doğru olmuş oldu axı. 5 Newton da buna əks yönəlib deyə, onu da neyəcəksiniz? 30-dan 5-ə çıxacaqsınız. Deyəcəksiniz ki, əvəzedici qüvvə 25 Newtona bərabərdir. Bəs hansı istiqamətdə yönələcəkdir? Təbii ki də kim böyüdürsə o tərəfə doğru. 30 Newton sağ tərəfədir, 5 Newton isə sol tərəfədir. Demək ki, əvəzedici qüvvə avtomatik olaraq sağ tərəfə neyləməlidir? Yönəlməlidir. Demək, sağ tərəfə yönələcək və qiyməti nə qədər olacaq? 25 Newton olacaq. Ümumiyyətlə, bunu belə yadınızda saxlaya bilərsiniz. Tutaq ki, bir dənə düşünün ki, qardaşınız sizin kitabınızı gəlir götürür. Sizin kitabınızı gəlir götürür. Sən də deyirsən, bu mənim kitabımda özünə doğru aparır. Tutaq ki, bu tərəfə doğru aparır. Sən də deyirsən ki, yox, bu mənim kitabda özünə doğru çəkməyə çalışırsan bu kitabı. İndi sən qardaşın tutaq ki, F1 bərabərdir 10 Newtonla dartsa, sən isə tutaq ki, F2 bərabərdir 20 Newtonla dartsan, təbii ki, kitab sənə doğru gələcəkdir. Çünki sənin qüvvən çoxdur, sənə tərəf gəlmək məcburiyyətindədir. Amma bu kitabın hərəkətində müəyyən bir məhdudiyyət yaranacaqdır. Çünki bir yandan sən də artırsan, bir yandan isə o da artır. Ona görə məhdudiyyət yaranacaq, demək ki, bu qüvvələr bir-birinə yenəməlidir, çıxılmalıdır. Ya da düşünün ki, məsələn, bir dənə bir şey götürüb aparmağa çalışırsınız harasa götürüb aparmağa çalışında, ikiniz də eyni istiqamətdə dartırsınızsa, hər ikiniz də eyni istiqamətdə qüvvə təsir edirsinizsə, bu daha da rahat hərəkət edəcəkdir. Yəni, sağ tərəfə rahatlıqla eləyə biləcək, gələ biləcək. Ona görə deyirsiniz ki, qüvvələri eyni istiqamətdə olanda toplayırıq, əks istiqamətdə olanda isə nə edirik? Çıxırıq. Və bölüc qüvvə istiqamətinə də həmişə nə edir? Yönəlir. Gəlin baxaq indi burada şəklə. Birinci şəklə baxanda görürsünüz ki, burada maşın var. Bu maşını bunlar itələyirlər. Hərsi hamısı bu tərəfə doğru itələməyə çalışır. Bu tərəfə doğru itələməyə çalışırlarsa, yəni tutaq ki, sol tərəfə götürsək, sol tərəfə itələməyə çalışırlarsa, özdə hamısı da bir yerdə itələyir də, yəni eyni istiqamətdə itələyirlər. Onda bunların üçünün də qüvvələri neyləmək lazım? Toplamaq lazımdır. Çünki eyni istiqamətdə yönəliblər. Və qüvvənin istiqamətdən hansı yönəl olacaq? Təbii ki, elə sol tərəfə olmuş olacaq. Amma burada ikinci şəklə baxsaz, görərsiniz ki, məsələn, bu birinci oğlan bunu bu tərəfə doğru, məsələn, buna F1 desəm, bu tərəfə doğru itələyir. Buna da ikinci oğlana da F2 desəm, F2 də bunu bu tərəfə doğru itələyir. Yəni, bu qüvvələr bir-birinə əks istiqamətdə yönəlirlər. Onda bunlar nə edəcək? Eşidirəm buradan. Deyirsiniz ki, müəllim, qüvvələr əks istiqamətdə yönələndə nə edirik biz onları çıxırıq. Demək ki, buradakı qüvvəni tapmaq istəyirsinizsə, əvəzedici qüvvəni tapmaq istəyirsinizsə, bunların qüvvələrini bir-birindən çıxmaq lazımdır. Birinci şəkildə isə toplamaq lazımdır. Çünki onlar eyni istiqamətdə yönələcək. Bəs burada hansı oğlan istiqamətində yönələcək? Birincinin yoxsa ikincinin, onu necə təyin edəcəksiniz? Təbii ki, orada qiymətlər verilsəydi. Tutaq ki, ikinci oğlanın qüvvəsi, tətbiq etdiyi qüvvə birinci oğlanın tətbiq etdiyi qüvvədən böyüdürsə, onda F2 istiqamətində nə edəcək? Yönələcək. İstiqamətində yönələr. Məsələn, F2 istiqamətdə sol tərəfi idi də. Yox, deyirsə, tutaq ki, F1 böyükdür F2, onda nə etmiş olacaq? Sağ tərəfə getmiş olacaq. Bu cisim sağ tərəfə getmiş olacaq. Bu da oldu belə. Gəldi indi ikinci suala. İkinci sualda deyir ki, şəkildəki qayığa 90 Newton dartı qüvvəsi, 5 Newton havanın müqavimət qüvvəsi və 20 Newton suyun müqavimət qüvvəsi təsir edir. Qayığa təsir edən əvəzedici qüvvənin qiymət və istiqamətini müəyyən edin. Bilirəm ki, artıq bunu rahatlıqla özünüz təyin edə bilirsiniz ki, onsuz da qüvvələr də göstərilib. 90 Newton, 5 Newton, 20 Newton və 5 Newtonla 20 Newton eyni istiqamətdədir, 90 Newton isə sağ tərəfə yönəlir. Biz demişdik ki, eyni istiqamətdə olan qüvvələri toplamalıyıq. Yəni, burada 20 ilə 5 eyni istiqamətdə yönəlib deyə bunların əvəzedicisi olacaq 25 Newton və har tərəf olmuş olacaq, sola tərəf 25 Newton olmuş olacaq. Sola tərəf 25 Newtondur. Bir də bizdə sağ tərəfə də bir dənə dartı qüvvəmiz var. Sağ tərəfə dartı qüvvəmiz var, o da neçəyə bərabərdir deyir? 90 Newtona bərabərdir. İndi bunlar bir-birinə əks yönəliblər. Onda 90-dan 25 çıxmaq lazımdır. 90-dan çıxırsınız 25-i, o da eləyir neçə? 90, 65 eləyir. Demək ki, 65 Newton olmuş olacaq əvəzedici qüvvə.
Bəs hansı qüvvə istiqamətində? Eşidirəm oradan deyirsiniz ki, müəllim böyük qüvvə istiqamətində yönəlməlidir. Böyük qüvvədə burada 90 Newton olduğuna görə əvəzləyici qüvvənin istiqaməti yönələcək ha tərəfə doğru, sağa doğru yönəlmiş olacaq. Yəni sağa 65 Newton deyəcəksiniz. Gəldik öyrəndiklərinizi yoxlayın. Öyrəndiklərinizi yoxlayın da deyir ki, vektorial və skalar cəmiyyətlər nəyə deyilir? Vektorial cəmiyyətlər biz dedik ki, həm ədədi qiyməti, həm də istiqaməti olan cəmiyyətlərdir. Və vektorial cəmiyyətlərə biz misal olaraq elə göstərdik ki, qüvvə nə idi? Vektorial cəmiyyət idi. Çünki onun həm ədədi qiyməti var idi, həm də istiqaməti var idi. Skalar cəmiyyətlərdə isə demişdik ki, onların yalnızca ədədi qiyməti olur və istiqaməti olmur. Məsələn, zaman. Zaman t-lə işarə olunurdu, vahidi saniyə idi və özü də skalar cəmiyyət idi, yəni onun istiqaməti yox idi. İkinci sualda deyir ki, vektorial və skalar cəmiyyətlərin oxşar və fərqli cəhətləri hansılardır? Təbii ki də biz dedik ki, skalar cəmiyyətdə ədədi qiyməti olur, istiqaməti olmur. Vektorialın isə həm ədədi qiyməti olur, həm də istiqaməti olur. Yəni burada görünür ki, buranın elə oxşar xüsusiyyətləri hər ikisinin ədədi qiymətinin olmasıdır. Amma skalar cəmiyyətlərin istiqaməti yoxdur, vektorial cəmiyyətlərin isə istiqaməti var. Belə. İnşallah ki, gələn videolarda görüşək.